Günümüzdə İslam dünyasını hədələyən ən böyük təhlükələrdən birinin təkfirçilik olduğunu söyləsək yanılmarıq. Təkfirçilik müsəlman dünyasını içəridən dağıdan, cəbhələrə bölən, zəiflədib gücünü aradan aparan bir virusdur. Təkfirçilik öz din qardaşının başını rahatlıqla kəsməyə, əmlakını mənimsəməyə, namusuna təcavüz etməyə imkan verən, daha doğrusu haqq qazandıran iyrənc bəhanədir. Təkfirçilik ümumi düşmən qarşısında müsəlmanları qorxunc simada canlandıran, İslam aləminə qarşı hücumları daha da şiddətləndirən bir hədəfdir. Təkfirçilik ölkələri viran qoyan, şəhərləri dağıdan, insanları müflis edən, körpələri yetim qoyan dəhşətli kabusdur. Radikal qüvvələr öz təkfirçi fəaliyyətlərinə haqq qazandırmaq üçün heç bir vasitədən istifadə etməkdən çəkinmirlər. Hətta müqəddəs Quran və mübarək sünnə də onların əlində bəhanəyə və silaha çevrilir. Onlar Quran ayələrini kontekstdən çıxararaq öz istədikləri kimi yozur, qondarma və zəif hədislərə istinad edir, məsuliyyətsiz fətvalar verirlər. Aşağıdakı məqalədə təkfirçilərin istinad etdikləri ən mühüm dəlillərdən birinə, 73 firqə hədisinə münasibət bildirilib. Bu hədisi ona görə yalnız əhl-i sünnə mənbələrinə əsasən təhlil edirik ki, bugün təkfirçiliklə məşğul olan vəhabilər özlərini əhl-i sünnə məzhəbinə aid edirlər. Baxmayaraq ki, elə həmin hədisə əsasən də özlərindən fərqli olan digər əhl-i sünnə mənsublarını da təkfir edirlər. Bu hədisdə biraz araşdırma aparaq. Yəhudilər 71 firqəyə, xristianlar 72 firqəyə bölündülər. Mənim ümmətim isə 73 firqəyə bölünəcək. Onlardan yalnız biri cənnətdə, qalanlar isə cəhənnəmdə olacaq. Bu hədis müxtəlif variantlarda və fərqli sənəd silsiləsi ilə həm şiə, həm də sünni mənbələrində mövcuddur. Maraqlıdır ki, çox zaman hər məzhəb həmin cənnətə layiq olan dəstənin məhz özü olduğunu iddia edir. Hədisi fərqli variantlarda və bəzi əlavələr görə çarpır ki, bunların sonralar əsl mətnə əlavə olunduğu ehtimal edilir. Məsələn, Sünən Əl-Tirmizidə verilmiş varianta əsasən həmin nicat tapmış və cənnətə düşəcək dəstənin hansı olduğunu Peyğəmbərdən soruşarkən bu cavabı vermişdi. Mən və səhabələrim həmin dəstənin yolundadır. Sünən Əl-Tirmizi hədis 2641-də verilmişdir bu cavab. Sünən Əbu Davuddakı hədisdə isə Peyğəmbər öz səhabələrinə izah verərək buyurur. O cəmaatdır, yəni bir toplumdur. Sünən-i Əbu Davud hədis 4597. Əhl-i sünnənin digər mötəbər kitablarında eyni məzmunu ifadə edən cüzi fərqlərə malik hədislər mövcuddur. Bəzi əhl-i sünnə alimləri cənnətə layiq olan yeganə dəstənin məhz əhl-i sünnə vəl cəmaat məzhəbi olduğunu isbat etmək üçün ciddi çalışsalar da, bu barədə fikir birliyi əldə olunmamışdır. Böyük alimlərin bir qismi cəhənnəmdən xilas olmuş yeganə firqənin kimliyini təyin etməyin çox çətin olduğunu bildirir. Qeyd edək ki, əhl-i sünnə mənbələrində hədisin 8 əsas rəvayət yolu məlumdur. Yəni, hədis 8 səhabədən Afuf ibn Malik, Muaviyyə ibn Əbu Süfyan, Abdullah ibn Əmr ibn As, Sədr ibn Əbu Vəqqas, Əmr ibn Af Məzəni, Əbu Əmamə Bəhli, Ənəs ibn Malik və Əbu Hüreyrədən rəvayət edilir. Bu rəvayət təriqlərinin hər biri də bir neçə şaxəyə bölünür. Yəni, hər səhabənin hədisi özündən sonra bir neçə fərqli sənədlə rəvayət edilir. Maraqlıdır ki, Tirmizi, İbn Əbban, Hakim Nişaburi kimi böyük əhl-i sünnə alimləri hədisi səhih bilmişlər. Lakin hədisin yuxarıdakı 8 rəvayət təriqi elə əhl-i sünnənin öz hədisşünaslıq elminin qaydaları baxımından tədqiq edərkən ciddi problemlərlə qarşılaşırıq. Məlum olur ki, hədisin 7 rəvayət təriqi sənədində zəif, qondarma və tərk olunan ravilər olduğuna görə mötəbər sayıla bilməz. Əhl-i sünnə alimlərinin apardıqları dəqiq və araşdırmalar bu qənaətə gəlməyə əsas verir. Yeganə az-çox diqqətə layiq rəvayət Əbu Hüreyrənin rəvayətidir ki, burada hədisin sonundakı nicat tapmaq və cəhənnəmə atılmaq məsələsi qeyd edilməyib. Yəni, hədis bu şəkildə rəvayət edilib. Yəhudilər 71 firqəyə bölündülər. Nəsranilər, yəni xristianlar 72 firqəyə bölündülər. Mənim ümmətim də
73 firqəyə bölünər. Qeyd edək ki, hətta hədisin Əbu Hüreyrə vasitəsilə rəvayət olunmuş variantları da səhih yox, həsən, yəni səhihə yaxın, orta dərəcədə mötəbər kimi qiymətləndirilir. Çünki onun da sənədində bəzi şübhələr vardır. Elə isə ilk baxışdan mütəvatir, yəni müstəqil sənədlərlə müxtəlif ravilər tərəfindən rəvayət edilən, təsiri bağışlayan hədis əslində vahid xəbər səviyyəsinə enir. Bəzi alimlər, o cümlədən İbn Həzm Əndulusi, Şövkani və müasir alimlərdən Yusuf Qardavi hədisi zəif və etibarsız saymışlar. Məsələn, Şövkani qondarma hədislər mövzusunda qələmə aldığı Əl-Fəvaid Əl-Məcmuə fil Əhadis Əl-Mövzuə kitabında bu hədisi belə qeyd etmişdir. Yəni bu hədis vahid xəbər səviyyəsindədir. Şövkani Fəth Əl-Qədir təfsirində Maidə surəsinin 64-66-cı ayələrindən söz açarkən yazır ki, hədisin sonundakı birindən başqa hamısı cəhənnəmdədir ifadəsi hədis alimlərindən bir hissəsi zəif saymış, hətta İbn Həzm qondarma adlandırmışdır. İmam Fəxr Razi və Əbülhəsən Əşəri isə hədisin nə səhih, nə də zəif olması barədə qəti söz deməmiş, yalnız şübhələrini bildirməklə kifayətlənmişlər. Yusuf Qardavi Əhl-i Sünnənin ən mötəbər alimləri sayılan Buxari və Müslim tərəfindən bu hadisin rəvayət edilməməsini onun etibarsızlığının sübutlarından biri sayır. Digər məşhur alim Əbdülrəhman Bədəvi də bu cür mühüm mövzuya aid hədisin Hicri 1-ci və 2-ci əsrlərə aid mənbələrdə mövcud olmadığına, yalnız Hicri 3-cü əsrdən etibarən üzə çıxdığına diqqət çəkərək bunu şübhəli hesab edir. Müasir alimlərdən Misirli Məhəmməd Əmmarə qeyd edir ki, İslam təriqətlərinin sayını konkret olaraq müəyyən etmək sadəcə olaraq mümkün deyil. Çünki alimlər bu barədə ən müxtəlif nəticələrə gəlmişlər. Məsələn, müsəlman təriqətlərinin ümumi sayı Əşəriyyə görə 100-dən artıq, Şəhristaniyə görə 76, Qazi Əbdülcəbbara görə 5, Xarəzmiyə görə isə 7-dir. Böyük əhl-i sünnə alimlərindən Sənani və müasir fikir adamlarından Misirli Muhammed Seyid Əhməd Məsir, mərhum Suriya müftisi Ramazan Əl-Buti bu nəzəriyyəni irəli sürmüşlər ki, hədisdə buyurulan ümmət anlayışı iki mənada qəbul edilməlidir. Dəvət ümməti və icabət ümməti. Dəvət ümməti bütün bəşəriyyəti əhatə edir, çünki Peyğəmbərimiz bütün insanlığa göndərilmişdi. İcabət ümməti isə o Həzrətin dəvətini qəbul edən hazırki müsəlman ümmətidir. Beləliklə, 73 firqəyə bölünən ümmət, dəvət ümməti, cənnətə layiq olan ümmət isə icabət ümmətidir. Alimlərin bir qismi hətta hədisin tam səhih olmasına hökm versələr və müsəlman ümmətinə aid olduğunu qəbul etsələr belə, mütləq olaraq yalnız bir məzhəbin cənnətə, qalanların isə cəhənnəmə gedəcəyini iddia etməmişlər. Onların fikrincə, hər bir məzhəbin və cərəyanın ardıcılı cənnətə gedə bilər, cəhənnəmə də. Cənnətə layiq olanlar yalnız bir məzhəbə mənsub deyirlər. Onların arasında müxtəlif məzhəb mənsubları ola bilər. Sadəcə, onların bir firqə olaraq adlandırılmasının səbəbi zəlalətdə olan çoxluqdan fərqli olaraq hidayət olmaları və eyni dəyərlər ətrafında birləşmələridir. Tarix boyunca bəzi tədqiqatçılar hədisdə qeyd edilən 73 firqəni təyin etmək üçün araşdırmalar aparmış, ən müxtəlif nəticələrə gəlmişlər. Məsələn, Əbu Mənsur Bağdadi Əl-Fərq Beyn Əl-Firəq kitabında qeyd edir ki, haqqında danışılan 72 azğın firqənin 20-si şiəliyə, 20-si xəvaricə, 20-si qədəriyyə, 5-i mürciyə, 3-ü nəccariyə aiddir. Qalan 4 firqə Bəkriyyə, Kərramiyyə, Zərrariyyə və Cəhmiyyədir. Cənnətə gedəcək nicat tapmış firqə isə Əhl-i Sünnə vəl Cəmaət məzhəbidir. Bağdadi daha bir neçə təlimin də adını qeyd edir, amma onları İslamdan kənar sayaraq bu siyahıya aid etmir. Lakin bu araşdırmaların əhatəli və dəqiq olduğunu söyləmək çətindir. Çünki alimlərin hər biri öz zəmanəsinə kimi keçən dövrdə meydana gəlmiş məzhəbləri diqqət mərkəzində tutmuşdur. Halbuki, Peyğəmbərin bu hədisi
müəyyən zaman kəsimi ilə məhdudlaşmır. Qiyamət gününə kimi yaranacaq bütün cərəyanları əhatə edir. Ona görə də gələcəkdə hansı cərəyanların yaranacağını və hansıların yox olacağını söyləmək mümkün deyildir. Bəzi alimlər hədisdəki ədədin konkret say deyil, çoxluq ifadə etdiyini bildirmiş və firqələri təyin etmək lazım bilməmişlər. Onların fikrincə, Quran və sünnət təcrübəsində rast gəlinən bəzi nümunələrə əsaslanaraq, hədisdəki 73 ədədini də çoxluq mənasında qəbul etmək daha doğrudur. Necə ki, Tövbə surəsi 80-ci ayədə, onlar üçün istər bağışlanma dilə, istər diləmə, onlar üçün 70 dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq. İfadəsində 70 rəqəmi konkret say deyil, çoxluğu göstərir. Sonda nəticə olaraq bunu deyə bilərik ki, Əhl-i-Sünnə məzhəbində hədisin rəvayət şəkli, mötəbərliyi və izahı barədə kifayət qədər fikir ayrılıqları və şübhələr mövcuddur. Ən azından hədisin sonunda 73 firqədən yalnız birinin cənnətdə, qalanların isə cəhənnəmdə olacağı barədə hissə xeyli Əhl-i-Sünnə alimi tərəfindən qəbul edilmir. Maraqlısı budur ki, Əhl-i-Sünnə içində hədisin bütöv şəkildə, yəni son hissəsi ilə birlikdə səhih olduğunu iddia edənlərin əksəriyyətini sələfi alimləri təşkil edir.